Özünüzü təqdim edin, zəhmət olmasa. Mən İradə Əbilova, Bakı şəhərində yaşayıram. Çox uzun zamandır oynaqlarımdan çox əziyyət çəkirdim. Çox həkimlərə iynə, dərman, bütün müalicələr eləmişəm. Amma ki, o qədər effekt görürdüm, düzdür. Yaxşı olurdu müalicə nisbətən. Amma bir müddətdən sonra yenə həmin. Sonralar bu arı ilə müalicə, zəli ilə müalicə ilə maraqlandım. Düzü əvvəl çox o qədər də inanmadım. Fikirləşdim ki, yox, arı dərmanlar olan yerdə arı zəli eləyə bilər. Amma bir gündə qərar verdim ki, yox, bunu mən mütləq istifadə edeyim, məşğul olum. Və gəldim bura, Doktor Seyfəddinin klinikasına gəldim. Və hardasa hələ müalicə yarım çıxdı. Hardasa bir 10 gündür mən gəlib gedirəm. Amma çox böyük effekti var dizlərimdə. Aksıya yeriyirdim oynaqlarımda. Hər dəfə yeriyəndə də adımı atdıqca ağrı hiss eləyirdim. İndi bu 10 dəfə ərzində cəmi, hələ yenə də deyirəm, müalicə axıracan qurtarmayıb. Mən özümü çox yaxşı hiss eləyirəm, addımlarım çox gözəlləşib, ağrılar qətiyyən yoxdur. Hətta axsamıram. Çox yaxşı, mənim oynaqlarımda çox yaxşı effekt var, müalicə var, müalicə çox gözəl gedir. Arı vurulmaqla zəlli götürdüm, arı götürdüm, həddindən artıq razıyam. Rədə xanımın yeri gəlmişkən sənəti həkimdir və əgər bir həkim bizim haqqımızda aldığı müalicədən sonra bu qiyməti verirsə, çox sevinirik və Rədə xanıma onun şəxsində bütün xəstələrimizə şəfa dilirik və təşəkkür edirik. Çox sağ olun Rədə xanım. Siz sağ olun doktor, yaxşı ki varsınız, yaxşı ki Seyfəddin klinikası var. Çox xeyir gördüm, çox dizlərimin ağrıları getdi, çox razıyam. Var olun. Siz var olun, çox sağ olun. Sağ olun.